Salam. Arktika uzun illər buzla örtülü, sakit və əlçatmaz məkan kimi təsəvvür edilirdi. Lakin bugün dünyanın ən böyük güclərinin diqqət mərkəzində olan strateji regiona çevrilib. NATO fevralın 12-sində Arctic Sentry, yəni Arktik Keşikçi adlı ilk daimi missiyasını işə salmağa hazırlaşır. Rəsmi açıqlamalara görə məqsəd Rusiyanın hərbi fəallığına və Çinin artan marağına qarşı çəkindirmə və müdafiə mexanizmini gücləndirməkdir. Ancaq hadisənin arxasında daha bir mürəkkəb siyasi dinamika dayanır. Bu addım həqiqətən təhlükəsizlik zərurətindən doğur, yoxsa Vaşinqtona ünvanlanmış siyasi mesajdır? Arktikada yeni mərhələ başlayırmı? Bugün məhz bu suallara cavab axtaracaq. NATO Brüsseldə keçiriləcək Müdafiə Nazirləri toplantısında Arktik Keşikçi adlı yeni daimi missiyanın başladığını elan etməyə hazırlaşır. Missiyanın ilkin mərhələsində əsas diqqət hərbi təlimlərin sayının artırılmasına, xüsusilə Qırlandiya ərazisinin daha aktiv şəkildə cəlb olunmasına və alyansın kəşfiyyat monitorinq fəaliyyətinin gücləndirilməsinə yönələcək. Bu prosesdə üzv ölkələrin donanması, hərbi aviasiyası və pilotsuz sistemləri əsas rol oynayacaq. Əslində, NATO ölkələri Arktikada mütəmadi təlimlər keçirir. Arktikanın 8 dövlətindən 7-si alyansın üzvüdür. Lakin indiyədək diqqət mərkəzində Qırlandiya olmayıb. Yeni missiyanın məhz bu ada üzərində fokuslanması təsadüfi deyil. Məsələ ondadır ki, ABŞ prezidenti Donald Trump Qırlandiyanın ABŞ-ın tərkibinə qatılmalı olduğunu dəfələrlə bəyan edib. O, bunu Rusiyanın və Çinin mümkün təhlükəsi ilə əsaslandırıb və Danimarkanı adanı yetərincə qorunmamaqda ittiham edib. Həm Rusiya, həm Çin Qırlandiyaya iddialarının olmadığını açıqlasa da, NATO daxilində belə qənaət formalaşıb ki, Trump administrasiyasının arqumentlərinə siyasi reaksiya vermək lazımdır. Böyük Britaniyanın Müdafiə Naziri açıq şəkildə bildirib ki, Trump problemi göstərdi. Biz isə göstəririk ki, NATO artıq bunun üzərində işləyir. Bu bəyanat faktiki olaraq yeni missiyanın yalnız təhlükəsizlik deyil, həm də alyans daxili siyasi balans aləti olduğunu göstərir. NATO-nun rəsmi mövqeyi isə daha diplomatikdir. Alyans bildirir ki, məqsəd Arktikada çəkindirmə və müdafiəni gücləndirməkdir. Xüsusilə Rusiyanın hərbi fəallığı və Çinin artan marağı fonunda. 2005-ci ildə NATO artıq Şərq Keşikçisi və Baltik Keşikçisi adlı iki daimi missiya başlatmışdı. Həmin missiyalar Rusiya sərhədlərinə yaxın ərazilərdə infrastrukturun gücləndirilməsi, təlimlərin artırılması və kəşfiyyat fəaliyyətinin genişləndirilməsini əhatə edir. Arktik təşəbbüs bu strategiyanın şimal istiqamətində davamı kimi qiymətləndirilə bilər. Rusiya isə bu addımı açıq şəkildə təxribat kimi qiymətləndirir. Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Moskva Qırlandiya məsələsində tərəf deyil və ABŞ, Danimarka və Qırlandiya öz aralarında razılaşmalıdır. Onun sözlərinə görə Arktikanın qarşıdurma poligonuna çevrilməsi kursu artıq illərdir davam edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi isə daha sərt mövqe nümayiş etdirərək NATO-nun regiondakı mövcudluğunu hərbi siyasi sabitliyi pozan amil kimi qiymətləndirib və bunun ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib. Beləliklə, Arktika artıq təkcə iqlim dəyişikliyi və enerji resursları baxımından deyil, həm də hərbi strateji baxımdan qlobal rəqabət meydanına çevrilir. Buzların əriməsi yeni dəniz marşrutları və enerji yataqlarına çıxış deməkdir. Bu isə böyük güclər arasında geosiyasi balansın yenidən qurulması anlamına gəlir. Arktik Keşikçi missiyası formal olaraq müdafiə təşəbbüsüdür. Lakin hadisənin arxasında həm ABŞ-NATO münasibətlərindəki incə gərginlik, həm də Rusiya ilə qarşıdurma dinamikasının şimal enliklərinə daşınması dayanır. Beləliklə, Arktikada yeni hərbi mərhələ başlayır. NATO regionda mövqelərini gücləndirir, Rusiya bunu təhdid kimi qiymətləndirir, ABŞ isə Qırlandiya üzərindən öz strateji maraqlarını açıq şəkildə ifadə edir. İndi hamını bu sual maraqlandırır. Arktika əməkdaşlıq məkanı olaraq qalacaq, yoxsa böyük güclərin növbəti qarşıdurma xəttinə çevriləcək? Hadisələrin arxasında biz prosesləri izləməyə davam edəcəyik. Sağ olun, növbəti görüşədək.